Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə Şahin İbrahimovun Respublika Fənn müsabiqəsinə hazırlıq kitabından Sınaq 1-in test izahlarını bölüşürəm. Ümid edirəm ki, hər birinizə faydalı olur. Deməli, ilk sual, aşağıda verilənlər hansı kimyəvi elementə aiddir? Sümüklərin əsas komponentidir. Skelet və sümüklərin inkişafı və sərtliyi üçün lazımdır. Təbaşirin tərkibinə rast gəlinir. Deməli, ilk öncə təbaşirin tərkibini qeyd edək. Təbaşirin tərkibi kalsium karbonatdır. Yəni 3 oksigen atomu, 1 karbon və 1 kalsium atomundan təşkil olunmuşdur. Digər əslində karbon və oksigen cavab variantının olmadığı üçün yerdə təkcə kalsium qalır. Digər müddəalara da baxa bilərik. Sümüklərin əsas komponenti, skelet və sümüklərin inkişafı sərtliyi üçün lazım olan maddə həqiqətən də kalsiumdur və kalsiumdan əlavə fosfor da sümüklərin və dişlərin inkişafı üçün vacib olan elementlərdən, bioelementlərdən biridir. Düzgün cavab variantı B variantı kalsium. Növbəti ikinci sual. Amoniak haqqında aşağıdakı ifadələrdən hansılar doğrudur? Birinci müddət kəskin iyi var. Bəli, bu doğrudur. Amoniak kəskin iyili qazdır və kimya formulu NH3-dür. Göründüyü kimi 1 azot atomu və 3 hidrogen atomundan təşkil olunmuşdur. Suda məhlul naşatır spirti adlanır. Bəli, bu da doğru ifadədir. Amoniakın su ilə reaksiyası bizə NH4OH, yəni naşatır spirti adlı maddəni verir. Naşatır spirtindən tibbdə istifadə olunur. Huşu gedən insanları, bayılmış insanları ayıltmaq üçün. Bu reaksiya hətta əsaslar dərsində 7-ci sinif kitabının son dərslərində verilmişdir və NH4OH zəif əsas xassəsi göstərir. Üçüncü müddəa isə zəhərlidir. Bu yanlışdır. Amoniak zəhərsiz qazdır. Ona görə də düzgün cavab variantı D variantı 1-2. Növbəti üçüncü sualın izahına baxaq. X2 müsbət ionda proton, neytron və elektronların cəmi 58-dir. X-in proton sayı neytron sayına bərabər olarsa, kütlə ədədini müəyyən edin. Deməli, proton, neytron və elektronların cəmi gördüyümüz kimi 58-ə bərabərdir və şərtdə bizə verilib ki, proton sayı neytron sayına bərabər olarsa, bu bərabərliyi də yazdıq. Deməli, ion X2 müsbət ionudur. X2 müsbət ionunun proton sayı P-dirsə, elektron sayı ionun yükü bərabərdir. Proton çıxılsın, elektron dusturuna əsasən P-2-yə bərabər olacaqdır. Deməli, bu dustura əsasən gətirib yerinə qoyduqda proton sayı P, neytron sayı P-nə bərabər olduğu üçün neytron sayının yerinə də P yaza bilərik. Neytron sayı, yəni P, üzərinə gəlsin, elektron sayı isə P-2. P-2 bərabərdir 58-ə. Deməli, 3P-2 bərabərdir 58, 3P bərabərdir 60, P bərabərdir 20. Deməli, proton sayı X elementinin proton sayı 20-yə bərabərdir. Bizdən kütlə ədədini istəyir. Kütlə ədədi də proton və neytronun cəminə bərabərdir. X elementinin 20 protonu var. Şərtdə bizə verilir ki, proton sayı neytron sayına bərabərdir. Yəni 20 protonu varsa, deməli bu elementin elə 20 neytronu var. Kütlə ədədi də proton və neytronun cəminə bərabər olduğu üçün 20 üzərinə gəlsin 20, 40. A bərabərdir 40-a. Düzgün cavab variantı D variantı. Növbəti dördüncü sualın izahını verirəm. Molekul sayları bərabər olan C2H2 və C2H6 qazlarından ibarət qarışıqda cəmi 32 hidrogen atomu vardır. Qarışıqda cəmi neçə neytron var? Bizdən soruşulur. Deməli, C2H2 və C2H6 ümumiyyətlə molekul sayı dedikdə, molekul sayı mol sayına bərabərdir və eyni zamanda əmsala bərabərdir. Maddənin qarşısında yazılır. Deməli, molekul sayları bərabər olduğu üçün hər ikisinin qarşısına özümdən X yaza bilərəm. Yəni, bilmirəm neçə molekul maddə var. Hər ikisindən X molekuldur. X molekul yazdıqda və hidrogen atomlarının cəmi 32-dir. Ümumilikdə X yazdıqda burada hidrogen atomlarının sayı X vurulsun 2, yəni 2X-ə bərabər olur. Digər C2H6 maddəsində isə hidrogen indeksi 6-dır. 6 vurulsun X, əmsal molekul sayı indeksə vurulur. 6X. Üzərinə gəlsin 6X bərabərdir 32-yə. Deməli, 8X bərabərdir
32, x bərabərdir 4-ə. Deməli, hər iki, həm S2H2, həm də ki S2H4, S2H2 və S2H6 maddələrindən 4 molekul götürülmüşdür. Deməli, bura aparıb yerinə 4 yazıram. 4 molekul götürülmüşdür. İndi növbəti mərhələ isə bu 4 molekul S2H2 və 4 molekul S2H6-da ümumi neytron sayını hesablamağımızdır. Karbonun gördüyümüz kimi 12 çıxılsın 6, yəni kütlə ədədindən proton sayını çıxdıqda 6 neytronu var. Yəni şərtdə verilib də 6 neytronu var. 2 karbon atomu olduğuna görə, ümumiyyətlə bu qarşısında olan 4 yazılır. 2 karbon atomu olduğuna görə 2 vurulsun 6. Üzərinə gəlinsin. Hidrogenin neytron sayı 0-dır. Çünki kütləsi 1, proton sayı da 1, 1 çıxılsın 1, 0. 2 vurulsun 0, 0. Üzərinə gəlinsin. S2H6 maddəsində 4 vurulsun. 2 karbon atomu var. 1 karbon atomunda 6 protonu var. 2 dəfə 6, 12. Üzərinə gəlsin, hidrogenin proton sayı dediyimiz kimi 0-a bərabərdir. Çünki kütlə ədədi 1, proton sayı 1. 1 çıxılsın 1, 0. 6 vurulsun 0, 0-a bərabərdir və bərabərdir. Deməli, 2 vurulsun 6, 12. 12 üzərinə gəlsin 0, 12-yə bərabərdir. 4 vurulsun 12, 48. Üzərinə gəlsin 4 vurulsun 12, 48. Bərabərdir 96. Düzgün cavab variantı Y variantı. Növbəti 5-ci sualın izahını verək. Aşağıdakılardan hansının 2 atomlu allotropik şəkildəyişməsi var? A bəndinə diqqət etirsək, karbon allotropik şəkildəşmələri hər biri tək atomludur. B bəndinə diqqət etirsək, azotun allotropik şəkilləşməsi yoxdur. Yəni, allotropik şəkilləşmə əmələ gətirmir. Kükürdün allotropik şəkilləşmələri kristalik və plastik olmaqla 2 qrupa ayrılır. Kristalik kükürd 2 atomlu deyil, 8 atomludur. S8 bu şəkildə yazılır. D bəndi fosforun 3 allotropik şəkilləşməsi var. Ağ fosfor, qırmızı fosfor və qara fosfor. Ağ fosfor 4 atomludur. Y bəndinə diqqət etirsək isə oksigenin 2 allotropik şəkilləşməsi var. O2 və O3. Deməli, oksigen həm 2 atomlu, həm 3 atomlu allotropik şəkilləşmə əmələ gətirir. Düzgün cavab variantı Y variantı oksigen. Deməli, 6-cı sual. Şəkildə verilmiş ionların elektronların təbəqələr üzrə paylanması göstərilmişdir. Buna əsasən neytral X və Y atomları üçün hansı ifadələr fərqlidir? Yəni, neytral X və Y atomundan söhbət gedirsə, söhbət atomdan gedirsə, 3-cü müddəa mütləq ki, doğrudur. Yəni, elektroneytral olması. Atom elektroneytral zərrəcikdir. Birinci müddəyə diqqət edirsək, elektron sayları. İyonlar üçün bizə elektronlar burada göl zərrəciklərlə təsvir olunub. Yəni, nüvənin ətrafında olan elektron təbəqələrində yerləşən zərrəciklərdir. Hər ikisini saydıqda 10-a bərabər olur. Yəni, birinci təbəqədə 2 elektron, ikinci təbəqədə 8 elektron var. Birlikdə 10 elektron. Yerinə qoyduqda, hər ikisində iyonlarda 10 elektron qoyduqda, X-in proton sayı 12-yə, Y-in proton sayı isə 7-yə bərabər olur. Deməli, biz də bilirik ki, elektroneytral atomlarda proton sayı elektrona bərabərdir. X-in 12 əgər protonu varsa, elektroneytral halda, yəni heç bir elektron verib almadıqda, elə 12 protonu elektronu olur. Y-in də 7 protonu olduğu üçün elektroneytral halda elə 7 elektronu olacaqdır. Və deməli, X-in elektron sayı 12, Y-in elektron sayı 7-yə bərabər oldu. Elektron sayları fərqlidir. Bir doğrudur. İkinci elektron təbəqələrinin sayı. Deməli, buradan gördüyümüz kimi X-in proton sayı 12, elektron sayı da 12-dir. Y-in proton sayı 7, elektron sayı da 7-dir neytral halda. Biz də bilirik ki, ümumiyyətlə, birinci energetik səviyyədə maksimum 2, ikinci energetik səviyyədə maksimum 8 elektron yerləşə bilər. 12 üçün, yəni birinci energetik səviyyədə 2 elektron yerləşəndə, ikincidə 8 elektron yerləşdikdə, cəmi 2 və 2 üzərinə 8 gəldikdə 10 edir. 12 elektron olduğuna görə onun ikisi artıq qalır və ikisi artıq qalan elektronlar 3-cü təbəqədə yerləşir. Deməli, X element atomunun 3 energetik təbəqəsi var. Digər Y-in isə birinci energetik səviyyədə 2 elektron yerləşdi, 2-də maksimum 8 yerləşə bilər. Yəni 7 olduğuna görə ikisi birincidə, digər 5-i isə ikinci energetik səviyyədə yerləşir və 2 energetik səviyyəsi olur. Elektron təbəqəsi 2 olur.
Ona görə ikinci müddəa da doğrudur. Elektron sayları və elektron təbəqələrinin sayı fərqlidir. Cavab D variantı. 7-ci sual. Hansı elektrik cərəyanını keçirir? Metallar və qeyri-metalların hər birinin özünə məxsus xüsusiyyətləri vardır. Belə ki, metallar istiliyi və elektriki yaxşı keçirdiyi halda, qeyri-metallar elektriki keçirmir, istiliyi isə pis və yaxud da ümumiyyətlə keçirmir. Yalnız karbonun, yəni 7-ci sinif dəstəyinə əsasən karbonun 2 allotropik şəkilləşməsi verilmişdir. Almaz və qrafit. Bu allotropik şəkilləşmələrdən almaz ümumiyyətlə elektrik cərəyanını keçirmir, lakin qrafit elektrik cərəyanını yaxşı keçirir. Ona görə də düzgün cavab variantı Y variantı qrafitdir. Növbəti 9-cu sual. Hansı maddə sublimasiya edir? Sublimasiya dedikdə maddənin bərk haldan birbaşa qaz halına, may halına keçmədən birbaşa qaz halına keçməsi nəzərdə tutulur. Qeyri-metallardan yod sublimasiya etmək xassəsinə malikdir. Lakin birləşmələrdən isə karbon qazı və yaxud da digər adlı quru buz sublimasiya edən maddələrə aiddir. Ona görə də düzgün cavab variantı C variantıdır. Ən sonuncu sual. Tritium izotopunda neçə neytron var? Ümumiyyətlə hidrogenin 3 izotopu vardır. Protium izotopu, nisbi atom kütləsi 1 və proton sayı 1 olan, deuterium nisbi atom kütləsi 2 olan izotopu və tritium nisbi atom kütləsi 3 olan izotop. Deməli, tritium izotopuna diqqət etirsək, proton sayı 1, atom kütləsi isə 3-dür. Neytron sayını hesablamaq üçün A bərabərdir P plus N dusturundan istifadə edirik. Kütlə ədədi 3, proton sayı 1, neytron sayını burada müəyyən edə bilərik. Neytron bərabərdir 3 çıxılsın 1, yəni 2. Düzgün cavab variantı C variantı.